oğlum narkobarondur. Elə bir maddə yüklüblər ona. Atası da gedib zibillikdə işləyir. Belə bir ona maddə qoyublar üstünə. Yəni ki, oğlum ta 14-15 yaşından din əhlidir, namaz qılır, şiəyik də namaz qılır. Bizim din bizə heç bir yerdən gəlməyib. Nə İrandan gəlib, nə bir başqa dövlətdən gəlib. Bu din bizim ata-babamızdan elə bizə belə örgədilib ki, biz şiəyik. Məcbur eləyiblər, döyüblər, işgəncələr altında onlara deyiblər ki, sən hökmən bunu boynuna almalısın. Bunu sən boynuna almasan, ailəsi ilə, nə bilim, atası, anası ilə bunları çox belə bunlara hər və zorba gəliblər ki, ailənizi gətirərik bura. Nətər 15 manatı mən çatdırım bu ailəyə. Xırda uşaqlar var. 4 dənə əskər evimdə böyüyür. Mən sabah nətər bu dövlətə mən bu əskəri verim, deyim ki, sizin atanız günahsız həbs olunur.